Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Bakı şəhəri, Sabunçu rayonunda atanın qız övladını cinsi zorakılıqla hədələdiyi iddia olunub. Oxu.az xəbər verir ki, sözü gedən iddia ilə bağlı ana, qadın dəstək xəttinə zəng edərək müraciət edib. Ana bildirib ki, özü və 3 az yaşlı övladı həyat yoldaşı tərəfindən davamlı olaraq məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır. Narkotik maddə təsiri altında olan ata, ailə üzvlərini, o cümlədən az yaşlı qız övladını cinsi zorakılıq edəcəyini hədələyir, onu məktəb yaxınlığında izləyir və tapacağını bildirir. Bu şəxs doğma atadır. Bununla bağlı qaynar xəttə müvafiq materiallar da təqdim edilib. Sözü gedən şəxs əvvəllər narkotik maddə istifadəsinə görə həbs olunub, bir müddət əvvəl azadlığa buraxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.azın sorğusuna cavab olaraq bildirilib ki, iddiaların təfərrüatı ilə bağlı aidiyyəti üzrə ərazi polis idarəsində araşdırma aparılır. Həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək.